Salam, hər vaxtınız xeyir olsun. Gəlin sizlərlə dayaq hərəkət aparatının xəstəliklərinə aid belə bir situasiya həll edək. Sual 1-də soruşur. 1, 2 və 3 xəstəliklərin adını yazın. Gördüyümüz kimi birinci xəstəlik skalyoz, ikinci patoloji kifoz, yəni həddindən artıq arxaya doğru əyilmə, üçüncü isə patoloji lordozdur. Patoloji artıq deməliyik. Nə üçün? Çünki kifoz normal hal olduğu halda patoloji artıq xəstəlik deməkdir. Sual 2-də soruşur. 2-ni əmələ gətirən, yəni kifozu əmələ gətirən fəqərə sayı 1-i əmələ gətirən fəqərə sayından necə fərqlənər? 1-i isə əmələ gətirən fəqərə sayını indi baxacağıq. İlk öncə kifozu əmələ gətirən fəqərə sayı hansı ki döşlə omadır. Döşdə 12, omada da 5 sümük var. Ümumi 17 sümük var. Skalyozu əmələ gətirən fəqərə sayı isə 34-dür. 34 cəmi fəqərə var deyə. 34 də 17-də nə qədər fərqlənir? 17 say qədər də elə fərqlənmiş olacaq. Sual 3-də isə soruşur. Hansı nömrəli xəstəliyi əmələ gətirən fəqərələrə 4 ədəd sümük birləşir? Birinci kifoz üzərindən gedək. Kifozu əmələ gətirən fəqərələr 12 ədəd döş fəqərəsi, 5 ədəd də oma fəqərəsidir. Az öncə dediyimiz kimi. Döş fəqərələrinə 4 ədəd sümük birləşir. Sağdan, soldan qabırğalar, yuxarıdan, aşağıdan da fəqərələr birləşir. Bu oldu döş fəqərəsi. İndi omaya baxaq. Omada da sağdan, soldan çanaq, yuxarıdan, aşağıdan fəqərə birləşir. Deməli, bu da 4 sümükdür. Ona görə də cavabımız nə olacaq? Kifoz. Çünki kifozu əmələ gətirən döşlə oma fəqərəsidir və bunlar da hansı ki 4 sümüklə birləşmişdir deyə hansı nömrəli xəstəliyi götürəcəyik? Cavab olaraq ikinci şəkil olan xəstəliyi kifozu götürmüş olacağıq.